Azərbaycan Milli Elmlər Akademiyasının Riyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. İclasda giriş sözü ilə akademik İsa Həbib bəy açaraq tədbirin gündəliyi barədə məlumat verib. İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında 5 noyabr 2025-ci il tarixli sərəncamı ilə təltif edilən ammiyə əməkdaşlarına müvafiq təltiflərin təqdim edilməsi haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbib bəyli dövlət başçısının sözügedən sərəncamının akademiyanın 80 illik şərəfli tarixinin əlamətdar hadisələrdən biri olduğunu söyləyib. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında iştiraki və proqram xarakterli, dərin məzmunlu nitqi akademiyanın alimlərimizin gələcək fəaliyyətinin yol xəritəsidir. Prezident İlham Əliyevin 4-cü sənaye inqilabının əsas çağırışlarından olan kiber təhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalara dair yubiley nitqindəki fikirləri bundan sonraki fəaliyyətimizin əsasını təşkil edəcək. Akademiya və Azərbaycan alimləri olaraq cənab prezidentin nitqindən irəli gələn vəzifələrin yüksək səviyyədə icrası əsas vəzifəmizdir deyə akademik İsa Həbib bəyli bildirib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında 5 noyabr 2025-ci tarixli sərəncamı ilə əlaqədar təltif olunanlara mükafatlar təqdim edilib. İclasda həmçinin Azərbaycan Respublikası Prezidentinin 1-ci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında 22 oktyabr 2025-ci il tarixli sərəncamının icrası ilə bağlı ammiyanın tədbirlər planı təsdiq edilib. Həmçinin dünya şöhrətli görkəmli Çin alimi Liu Huinin 1800 illik yubileyinə həsr olunmuş miniliklərin riyazi ahəngi qlobal dialoq mövzusunda beynəlxalq elmi konferansın keçirilməsi qərarı alınıb. Bundan əlavə biologiya elmləri doktoru Süleyman Allahverziyevin 75 illik yubileyi haqqında qərar qəbul edilib.